Dostlar, hər kəsə salam olsun. Bugün sizlərlə sual-cavab videolarımıza davam edirik və bizim bugünkü mövzumuz məhkəmə hakimiyyəti olacaq Konstitusiyadan. Gəlin vaxt itirmədən keçək elə bizim suallarımıza. İlk sualımız nədir? Qeyd olunur ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız hansı orqanlar həyata keçirir? Əlbəttə ki, doğru cavabımız burada yalnız məhkəmələr olacaq. Növbəti sualımızda deyir ki, yəni bunu qısa şəkildə Konstitusiyaya görə deyək. Konstitusiyaya görə Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini həyata keçirən 4 əsas məhkəmə növünü sadalayın deyir. Gəlin baxaq. Konstitusiya məhkəməsidir, ali məhkəmədir, apellyasiya məhkəmələridir və ümumi və digər ixtisaslaşdırılmış məhkəmələrdir. Növbəti sual. Məhkəmə hakimiyyəti hansı 3 əsas icraat vasitəsilə həyata keçirilir? Bura aiddir Konstitusiyadır, mülküdür və cinayət məhkəmə icraatı vasitəsilə. Növbəti sualımıza baxaq uşaqlar. Qeyd olunur ki, cinayət məhkəmə icraatında hansı iki tərəf iştirak edir? Bir tərəf prokurorluqdur və bir tərəf də müdafiə tərəfidir. Növbəti keçirik digərinə. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası nə ilə müəyyən olunur? Əlbəttə ki, bu qanunla müəyyən olunurdu. 6-cı sualdayıq. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə yaradılması qadağandır deyir. Nəyin? Uşaqlar, fövqəladə məhkəmələrin yaradılması qadağandır və biz məhkəmələr və hakimlər haqqında qanunda görəcəyik ki, digər ölkələrin də məhkəmələrinin yaradılması qadağandır. 7-ci sualda Konstitusiyaya görə məhkəmə icraatı nəyin müəyyən edilməsini təmin etməlidir? Həqiqətin müəyyən edilməsini təmin etməlidir. Hakimliyə namizəd üçün hansı 3 əsas tələb mövcuddur? Seçkilərdə iştirak hüququna malik Azərbaycan vətəndaşı olmalıdır. Ali hüquq təhsili olmalıdır və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləməlidir. Hakimlərin məşğul olmasına icazə verilən 3 əsas fəaliyyət növünü göstərir bizdə. Bura aiddir elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə icazə verilir. Növbəti 10-cu sualdayıq. Hakimlərə hansı fəaliyyətlə məşğul olmaq və hansı təşkilatlara üzv olmaq qadağandır? Sahibkarlıq, kommersiya, digər ödənişli fəaliyyət və siyasi fəaliyyətlə məşğul olmaq, həmçinin siyasi partiyalara üzv olmaq nədir? Qadağandır. Hakimlər kimə və nəyə tabedirlər? Hakimlər Konstitusiyamıza və bir də qanunlara tabedirlər. 12-ci sual. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri olan hakimlərin işlərə baxma tərzi necə təsvir olunur? Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə icraatına qanuna zidd təsir, hədə və müdaxilə edilməsinin nəticəsi nədir? Bu yol verilməzdir. Əlbəttə ki, növbəti sualımız ədalət mühakiməsi vətəndaşlarının qanun və məhkəmə qarşısında burada bu sualın yerinə biz qoymalıyıq. Əsasında həyata keçirilir. Nəyin əsasında? Baxın, bərabərlik yazılır. Məhkəmə qarşısında vətəndaşların bərabərliyi əsasında həyata keçirilir. 15-ci sualımız. Bütün məhkəmələrdə işlərin icraatı hansı formada aparılır? Açıq aparılır. Hansı iki halda məhkəmə iclasının qapalı keçirilməsinə icazə verilir? Dövlət, peşə və ya kommersiya sirrinin açılması təhlükəsi olduqda, bu bir, və ya vətəndaşların şəxsi ailə həyatının məxfiliyini qorumaq zərurəti olduqda. Növbəti sual. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla cinayət işlərinin uşaqlar qiyabi məhkəmə icraatına yol verilmir. Baxın, burada da var. Məhkəmə icraatı hansı prinsip əsasında həyata keçirilir? Çəkişmə prinsipi əsasında. Bir çox qəbullarda da bu sual düşmüşdür. Ədalət mühakiməsi hansı prezumpsiyaya əsaslanır? Bu təqsirsizlik prezumpsiyasıdır. Növbəti sual. Azərbaycan Respublikasında məhkəmə icraatı hansı dildə aparılır? Baxın, ya dövlət dilindədir və ya müvafiq yerin əhalisinin çoxluğu təşkil edən hissəsinin dilində. 21-ci sual. Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxsin hansı 3 hüququ təmin edilir? İşin materialları ilə tam tanış olmaq, tərcüməçi vasitəsilə iştirak etmək və ya məhkəmədə ana dilində çıxış etmək. Konstitusiyaya görə hakimlər hansı statusa malikdirlər? Hakimlər toxunulmazdır. Hakimlərin səlahiyyətlərinə yalnız hansı halda xitam verilə bilər? Qanunla nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə. Davam edək. Növbəti sual. Hakimlər cinayət törətdikdə onların vəzifədən kənarlaşdırılması təşəbbüsünü kim və kimin rəyi əsasında irəli sürə bilər? Azərbaycan Respublikasının prezidenti Ali Məhkəmənin rəyi əsasında.
Növbəti sual. Prezident sorğusundan sonra Ali Məhkəmə hakim haqqında rəyi nə qədər müddətə təqdim edir? 30 gün müddətində. Uşaqlar, Konstitusiyada Ali Məhkəmə sözünü gördünüzsə, bilin ki, burada ancaq 30 gün rəy söhbəti olacaq. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması üçün Milli Məclisdə neçə səs çoxluğu tələb olunur? Bu 83 səs çoxluğudur. Növbəti sual. Başqa hakimlərin işdən kənarlaşdırılması üçün Milli Məclisdə neçə səs çoxluğu tələb olunur? Bu isə 63. Məhkəmələrin qəbul etdiyi qərarlar kimin adından çıxarılır və onların icrası hansı xarakter daşıyır? Dövlətin adından çıxarılır və icrası uşaqlar məcburidir. Növbəti sual. Məhkəmə qərarının icra olunmaması nəyə səbəb olur? Qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 30-cu sualdayıq. Deyir, məhkəmə qərarı nəyə əsaslanmalıdır? Qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi neçə hakimdən ibarətdir? 9 hakimdən ibarətdir. Konstitusiya Məhkəməsinin hakimlərini kimin təqdimatı ilə hansı orqan təyin edir? Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. Növbəti sual. Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edə bilən 6 orqanı sadalayın. Sorğu verən orqanlar Prezident, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Konstitusiya Məhkəməsi hansı aktların Konstitusiyaya uyğunluğunu yoxlayır? Qanunların, Prezident fərman və sərəncamlarının, Milli Məclis qərarlarının, Nazirlər Kabineti qərar və sərəncamlarının və Mərkəzi İcra Hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Konstitusiyaya uyğunluğunu yoxlayır. Hər kəs hansı hallarda pozulmuş hüquqlarının bərpası üçün Konstitusiya Məhkəməsinə şikayət verə bilər? Onun hüquq və azadlıqlarını pozan, qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından şikayət verə bilər hər kəs. Bunu da bildik. Növbəti sualımız, məhkəmələr hansı məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edə bilir? Bu isə insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi haqqında. Məhkəmələr bu arada uşaqlar müraciət edir. En bərabərdir, en. Bununla bağlı videolarımda da demişəm. Növbəti sual, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazisində hansı qüvvəyə malikdir? Məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarı ilə Konstitusiyaya zidd hesab edilən qanun və ya digər aktların hüquqi nəticəsi nə olur? Onlar məhkəmənin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür. Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya zidd hesab edilən dövlətlərarası müqavilənin hüquqi nəticəsi nədir? Həmin müqavilə uşaqlar qüvvəyə minmir. Azərbaycan Respublikasının Ali Məhkəməsi hansı işlər üzrə Ali Məhkəmə orqanıdır? Ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə. 41-ci sual. Ali Məhkəmə ədalət mühakiməsini hansı qaydada həyata keçirir? Kassasiya qaydasındadır, qısa şəkildə. Ali Məhkəmənin əlavə bir funksiyası nədir deyib, gəlin baxaq, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Ali Məhkəmə hakimlərini kimin təqdimatı ilə hansı orqan təyin edir? Prezidentin təqdimatı olurdu və Milli Məclis təyin edirdi. Apellyasiya məhkəmələri hansı statusa malik olur? Qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. Apellyasiya məhkəmələrinin hakimlərini kimin təqdimatı ilə hansı orqan təyin edir? Yenə prezidentin təqdimatı olur və Milli Məclis təyin edir. Prokurorluğun qanunların icra və tətbiqinə nəzarət funksiyası necə təsvir edilir? Qeyd olunur ki, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir. Prokurorluğun məhkəmədəki 3 əsas funksiyası hansıdır? Məhkəmədə dövlət ittihamını müdafiə edir, iddia qaldırır və məhkəmə qərarlarından protest verir. 48-ci sual, prokurorluq hansı prinsip əsasında fəaliyyət göstərən orqandır? Baxırıq, ərazi və ixtisaslaşdırılmış prokurorların baş prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Növbəti 49-cu sualdayıq. Baş prokuror kimin razılığı ilə vəzifəyə təyin və vəzifədən edilir? Bu, əlbəttə ki, prezidentdir, Milli Məclisin razılığı alınır amma. Baş prokurorun müavinlərini və Naxçıvanın prokurorunu kimin təqdimatı ilə kim vəzifəyə təyin edir? Baş prokurorun təqdimatı ilə prezident təyin edir. Növbəti sonuncu sualımızdırmı? Yox. Baş prokurorun müavinlərini və Naxçıvanın prokurorunu, bunu dedik artıq. Hə, bir dənə bu sualımız qalıb. Ərazi və ixtisaslaşdırılmış prokurorları kimin razılığı ilə vəzifəyə təyin edilir? Prezidentdən razılıq alınır və baş prokuror təyin edir. Uşaqlar, güman edirəm ki, bu 51 sualdan
Hər biri qəbula düşə biləcək potensialda suallardır. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.